Airfryer'da fajitos hazırlayarkən onun tarixçəsini araşdıranda biraz təəccübləndim. Sən demə 1930-40-cı illərdə Teksasın cənubunda dana kəsilərkən onun sərt və ucuz hissələri işçilərə verilərmiş. İşçilər də bu əti yumşaltmaq üçün marinad edib fajitos hazırlayarmış. Yeməyin adını da elə belədən fajitos qoymayıblar. Onların dilində faha kəmər deməkdir. Bu ətlər isə sərt və kəmər şəklində olurmuş. 1970-ci illərdən sonra isə yavaş-yavaş restoranlarda məşhurlaşmağa başladı. Bu yemək məşhurlaşdıqca dana ətinin yerini bəzən toyuq məhsulları və ya dəniz məhsulları əvəzləməyə başladı. Mən də bu dəfə fajitosu toyuq filesi ilə hazırladım. Özü də birbaşa airfryerdə. Ətlərimiz tərəvəzlə birlikdə yarım saat marinada qalsa kifayət edir. Əvvəlcə 180 dərəcə 20 dəqiqəlik bişməyə qoymuşdum. Daha sonra 10 dəqiqədə artırdım. Sobanızda airfryer varsa, mütləq setkanın altından başqa bir listə qoyun, çünki yeməyin suyu istər-istəməz sobaya axa bilər. Bu arada sobam yenidir. Airfryerindən ilk dəfə istifadə edirdim və çox bəyəndim. Daha sonraki videolarda bu sobanın başqa funksiyalarını da sizlə bölüşəcəm. Və yeməyimiz hazırdır. Süfrəyə verməmişdən öncə yanında ketçup mayonez qarışığı və lavaşla servis etdim. Beləliklə bir video ilə həm fajitosun tarixçəsini, həm də hazırlanma qaydasını göstərmiş oldum. Tarixçi mövzusu xoşunuza gəldisə mütləq rəylərdə yazın. Özünüzə yaxşı baxın. Allah amanında.